Salam dəyərli dostlar, hər vaxtınız xeyirli olsun. Bugünkü izahımız sınav 11-cinin izahı olacaq. Gəlin vaxt itirmədən keçək sınavların, sualların izahlarına daha doğrusu. Birinci sualda qeyd olunur ki, çaylara aid xüsusiyyətləri müəyyən edin. Kolorado çayı və Volqa çayı verilir. Kolorado çayı biz bilirik Şimali Amerikada Kordilyer dağlarının ərazisindən axır dağ çayıdır. Volqa çayı isə deməli, Avropanın uzun çayıdır və Valday yüksəkliyi ərazisindən başlayır, Xəzər dənizinə tökülür, daxili axar sövzənin, çayın. Gəlin, uyğunluqlarını müəyyən edək. İki ölkə ərazisindən keçir. Baxın, Kolorado həm ABŞ, həm Meksika ərazisindən keçir. Meksika ərazisində Kaliforniya körfəzinə tökülür. Volqa çayı isə təkcə Rusiya ərazisindən. Deməli, bu aid olacaq birinci xüsusiyyətə. 2-də qeyd olunur ki, nəqliyyat əhəmiyyətlidir. Deməli, bu çaylardan nəqliyyat əhəmiyyətlisi hansı olacaq? Təbii ki, Volqa. Çünki Kolorado dağ çayıdır, burada nəqliyyat inkişaf etməz. Meylliliyi azdır. Təbii ki, bu da olacaq Volqa çayı, düzənlik çayıdır. Dağ çayı olacaq Kolorado çayı, bayaq da qeyd etdiyimiz kimi. Kanyonvari dərələr hansı çaylarda olurdu? Dağ çaylarında və məhz ən dərin kanyon da Kolorado çayındaydı, 1800 metr dərinliyində. Aid olduğu regionun ən uzun çayıdır. Bəli, qeyd etdik ki, Volqa Avropanın ən uzun çayıdır. 3500 kilometrə yaxın uzunluğu var. Deməli, 1, 4, 5 və 2, 3, 6. Düzgün cavab C. Keçirik ikinci suala. Şimal tropiki və cənub qütbləri arasına aid olan xüsusiyyətləri bizdən soruşur. Mülayim işıqlanma qurşağının cənub sərhəddidir. Baxın, diqqət etsək, şimal tropiki də mülayim işıqlanma qurşağının cənub sərhəddinə düşür. Şimal mülayimin. Cənub qütb dairəsi də cənub mülayimin cənub sərhəddinə düşür. Onun üçün bu aid olacaq hər ikisinə oxşar olan xüsusiyyət. 2-də isə qeyd olunur, qış gündönümü günü günorta vaxtı günəş şüası daha böyük bucaq altında düşür. Bu olacaq təbii ki, cənub qütb dairəsində. Biz hesablasaq əgər, deməli, qış gündönümü günü günəş 23,5 cənub tropikində zenitdə olur. Bu zaman cənub qütb dairəsinə düşəcək 47 dərəcə bucaqla, şimal tropikinə isə 43 dərəcə bucaqla. 1 dərəcəlik qövsünün uzunluğu daha çoxdur. Ekvatora daha yaxın olan hansıdır? Şimal tropik. Təbii ki, burada biz bilirik ki, 1 dərəcəlik qövsünün uzunluğu ekvatordan qütbə doğru kiçilir. Deməli, şimal tropikində cənub qütb dairəsinə nisbətən daha uzun olacaq. Gecə gündüzün adi növbələşməsi pozulur. Bu aid olacaq cənub qütb dairəsinə əlbəttə. 21 martda gecə gündüzün uzunluğu eynidir. Bu təbii ki, bütün məntəqələrdə eyni olduğu üçün bunu oxşar götürməliyik. 23 sentyabrda günəş cənub-qərbdə batar. Bu da olacaq şimal tropikində. Çünki həmin vaxt günəş cənubdadır və cənub-şərqdə çıxır, cənub-qərbdə batır. Cənub tropikinə də 6. 3, 6, 2, 4 və 1, 5. Düzgün cavab olacaq. İkinci sualda A variantı. 3-də isə qeyd olunur, Şəmkir su anbarı hansı relyef vahidləri arasında yerləşir? Gəncə Qazax düzü və Ceyrançöl alçaq dağlığı arasında yerləşir. Düzgün cavab B. 4-də qeyd olunur, xəritə sxemdə rəqəmlərə əsasən geotermik pillənin daha böyük olduğu əraziləri və bunun səbəbini müəyyən edin. Biz bilirik ki, geotermik pillə daha böyük olur platforma sabit ərazilərdə, daha kiçik olur geosinkronal seysmik cəhətdən aktiv ərazilərdə. Gəlin baxaq. Deməli, baxın. 1 uyğun olacaq platformadır, 2 olmaz Kordilyer dağlarıdır, 3 olmaz Kamçatka yarımadası, 4 olacaq platformadır, 5 olacaq platformadır, 6 olmaz geosinkronal. 1, 4, 5. 1, 4, 5 və platforma üzərində yerləşdikləri üçün səbəbi. Düzgün cavab olacaq E. 5-də qeyd olunur, sxemdə təsvir olunan relyef formasına aid əlamətlər. Gəlin biz birinci bunun kəsmə yüksəkliyin və digər horizontalların hündürlüyünü tapaq. Dağdır relyef formamız 957 metrdir mütləq hündürlüyü. Deməli, baxın, bu horizontalımız 600 metrdir. Biz burada baxdığımız zaman görə bilərik ki, bu çox güman ki, deməli, baxın, bizim daxili horizontalımız olacaq 900 metr. 900 metr. Çünki bu 957-dən kiçik kəsmə yüksəklik, 957-dən kiçik və deməli, nə olmalıdır? Kəsmə yüksəkliyə tam bölünən. Əgər biz burada 300 tapsaq kəsmə yüksəkliyi, bu uyğun olacaq.
Deməli 900 metr daxili horizontal, 600 metr, 300 metr və kənar horizontal olacaq 0. Deməli bu okean səviyyəsində yerləşir. Kəsmə yüksəkliyi 200 metrdir, yanlış olacaq. Dağın nisbi və mütləq hündürlüyü bərabərdir. Təbii ki 957 metrdə hər ikisi 2 düzdür. N və N nöqtələri arasında hündürlük fərqi 500 metr ola bilər. Baxaq, N 300-dən aşağı, N 900-dən aşağı. Təbii ki ola bilər. 3-ü də götürə bilərik. Cənub-qərb yamacı daha böyük meylliliyə malikdir. Cənub-şərq yamacı daha böyük meylliliyə malik olar. 4-də yanlışdır. Kəsmə yüksəkliyi və 300 metrdir. Baxın, 1, 2, 3 və 6. B düzgün cavabdır. 5-də deyir, N və N nöqtələri arasında hündürlük 300 metrdən çox ola bilməz. Xeyr, çox ola bilər. Düzgün cavab B. 6-da deyir ki, uyğunluğu müəyyən edin. Himalay dağları, Ant dağları, böyük su ayırıcı dağları, Tian-Şan dağları. Dağ buz dağlarına malik deyil, bu olacaq böyük su ayırıcı dağları. Şimalında dünyanın ən hündür yaylası yerləşəcək. Himalay dağları, bu olacaq Tibet yaylası. Dünyanın ən hündür sönmüş vulkanı Lülyaylako, daha doğrusu Lülyaylako fəaliyyətdə olan ən hündürdür. Chimborazoda ən hündür sönmüş 6310 metr, bu da yerləşir Ant dağlarında. Şərqində qurunun ən dərin çökəkliklərindən biri yerləşir. Burada qalır Tian-Şan. Bəli, Tian-Şanın şərqində turfan çökəkliyi -155 metr. Deməli, uyğunlaşdırsaq burada 1 olacaq 2, 2 olacaq 3, 3 olacaq böyük sayıcı 1 və 4 olacaq 4. Düzgün cavab 6-cı sualda D. 7-də deyir, xəritə sxemi əsasən doğru bəndi müəyyən edin. Azərbaycanın inzibati rayonlarına uyğun gələn faydalı qazıntılar və onların işarəsi. Bir neft, baxın bu Füzuliyə düşür, təxminən düzgün olmaz. 2 polimetal, bəli, Zaqatalıda, Zaqatala Balakəndi. 3 bu dəmir filizidir, uyğun gəlməz Böyük Qafqaza. 4 polimetal uyğun gəlməz. Qobustan ərazisinə, Xızı ərazisinə daha doğrusu düşür. 5 dəmir filizi, bəli, Daşkəsən. 6 neft Naxçıvan uyğun gəlməz. 7 neft Abşeron yarımadası düzgündür. Deməli 2, 5, 7. 8 polimetal deməli Lənkəran Astara təxminən bu düşür yardımlı ərazisinə olmaz. 9 Naxçıvanda dəmir filizi olmaz. 10 baxın bu düşəcək İmişliyə Muradxanlı neft yatağı düzgündür. 2, 5, 7 və 10. Düzgün cavab A. 8-də qeyd olunur sxemdə E nöqtəsində havanın temperaturu müsbət 7,2 dərəcə olarsa, hansı nöqtələrdən müvafiq olaraq -1,8 və müsbət 22,2 olar? Gəlin birinci -1,8-i tapaq. Bunların arasındakı fərq olacaq 7,2 ilə 1,8-i toplayanda 9 dərəcə. 9 dərəcəni biz çevirsək, deməli, hündürlüyə bu edəcək. Deməli, bunun 6 dərəcəsi 1000, 3 dərəcəsi isə 500. Deməli, 1500 metr. E nöqtəmiz yerləşir 2500-də. Bundan 1500 metr yuxarıda olacaq, toplayacaq 4000 metr. Deməli, B və 22,2, 7,2 ilə 22,2-nin fərqini taparıq. Bu da edəcək 15. 15 dərəcədə, baxın, edəcək, deməli, 2500 metr. Və 2500 metrdən düşərik aşağı, yəni gələrik 0-a N nöqtəsinə. Müvafiq olaraq B və N. Düzgün cavab C. 9-da qeyd olunur Azərbaycanda ən geniş yayılan iqlim tipinə aid olmayan, bu yarımsəhra və quru çöl iqlimidir. Yarımsəhra və quru çöl iqliminə aid olmayan xüsusiyyətləri tapaq. Deməli, aqroiqlim ehtiyatları boldur. Bəli, yayıldığı ərazidə məhsuldar torpaqlar yayılıb. Xeyr, bu yanlış olduğu üçün bunu götürərik. Bu ərazilərdə məhsuldar torpaqlar əsasən yayılmır. Məhsuldar torpaqlar Azərbaycanda mülayim isti iqlim tipində yayılacaq. Buxarlanma qabiliyyəti və buxarlanma arasında fərq böyükdür. Bu düzgündür, aid olmayan dediyi üçün götürməyəcəyik. Bütün təbii coğrafi vilayətdə geniş yayılıb, xeyr, yanlış olduğu üçün götürməliyik. Düz radiasiyanın payı çoxdur, bəli, doğru olduğu üçün götürməliyik. 4-cü dövrün çökmə süxurları ərazisində yayılıb əsasən, bəli, düzgün olduğu üçün götürməliyik. Həm yay, həm də qış otlaqları, xeyr, təkcə qış otlaqları kimi istifadə olunacaq. Bu da yanlış olduğu üçün götürməliyik. 1, 3 və 6. Düzgün cavab olacaq 9-cu sualda B. Onda qeyd olunur xəritə sxemi əsasən doğru fikirləri müəyyən edin. Edək. 4-6, baxın Gəncə və Qonaqkənd qışı quraq keçən soyuq iqlim tipi hakimdir. Bəli, bu düzgündür.
2. 2.6 Mezozoy yaşlı sıxırlar üstünlüyü təşkil edir. 2.6. 6 dollar Qonaqçəndə, 2 də Qazax Qarabağda olmaz. 2 yanlış. 3. Kür tektonik çökməsində yerləşir. 1. Qanı Xəritçay, bəli. 3. Lənkəran ovalığı, bəli. Bu da düzgündür. 4. 1-5 Qanı Xəritçay, günlük qapıcıq. Yağıntıları əsas hissəsi yay aylarında düşür. Bu Qanı Xəritçaya uyğun olacaq. Günlük qapıcığa yox. Bunu da çıxarıq. 2-3 arasından tranzit çaylar keçir. 2 Qazax Qarabağ, 3. Xeyr, bu Qazax Qarabağda olsa da Lənkəranda olmayacaq. Bu da yanlışdır. 4-5 Filiz faydalı qazıntılara malikdir. Yəni, Gəncə və günlük qapıcıq. Bəli, bunların hər ikisi, deməli, hər iki fiziki coğrafi rayonda filiz faydalı qazıntılar mövcuddur. Düzgün cavablar olacaq 1, 3 və 6. Düzgün cavab 10-cu sualda C. 11-ci sualda qeyd olunur ki, exolotdan dənizin dibinə göndərilən səs dalğasını 8 saniyədən sonra qəbul etmişdirsə, dərinliyi hesablayın. Bunun ən rahat yolu nədir? Biz bilirik ki, 1 saniyəyə nə qədər yol gedir? Exolot 1500. Düzdürmü? 1500. Və deyir ki, 8 saniyədən sonra qəbul edilmişdir. Deməli, burada 8-i bölərik 2-yə. Çünki gedib gəldiyi məsafəni biz tapmaq üçün 8-i 2-yə bölərik. Əgər burada qeyd olunsaydı, dənizin dibində olan astronavtlar tutaq ki, daha doğrusu dalğıcılar exolotdan göndərilən səs dalğasını 8 saniyədən sonra qəbul etmişlər. Bunu birbaşa 1500-ə vurardıq. Amma biz dənizin dibinə göndərmişik, dənizin, belə deyək, üzərindən. Deməli, burada nə olacaq? Exolot gedib qayıdacaq. 4 saniyəyə gedəcək, 4 saniyəyə qayıdacaq. Bunu da tapmaq üçün nə edərik? 4-ü vurmalıyıq 1500-ə. Bu da edəcək 600 metr. 11-in düzgün cavabı C. 12-də qeyd olunur ki, Azərbaycanda pambıqçılığın daha geniş yayıldığı düzənliklər Qanı Xəritçay olmaz, Şirvan düzü olacaq, Qarabağ düzü olacaq, Ceyrançöl olmaz, Samurdağaçı olmaz və Muğan düzü 2, 3 və 6. 12-də düzgün cavab E. Sxemə əsasən Böyük Qafqaz dağlarından vafiq olaraq A, C və D məntəqələrində yaranan landşaftları müəyyən edin. Baxın, A-da olacaq Nival təbii ki. C-də olacaq, baxın, Nival, subnival, bu olacaq subalp və alp çəmənləri. Və D, subalp və alp çəmənlərindən aşağıda da olacaq dağ meşələri. Baxın, düzgün cavab A. 14-də qeyd olunur ki, əhali təbii artımının ikinci tipinə aid olan ölkələr üçün səciyyə və əlamətlər. Biz bilirik ki, bu ölkələr əsasən inkişaf etməkdə olan ölkələrdədir, təbii artım yüksəkdir, demoqrafik partlayış baş verir, deməli, uşaqların sayı daha çox olur və s. İşçi qüvvəsinin çatışmaması xeyr, əksinə işçi qüvvəsi daha çox olacaq. Immiqrantların immiqrantlardan üstün olması, bəli, ölkədən gedənlər ölkəyə gələnlərdən daha çoxdur. İqtisadi fəal əhalinin əsasən təsərrüfatın 3-cü sektorunda xeyr. Əsasən 1 və 2-ci sektorunda yanlışdır. Yəni kənd təsərrüfatında və hasilatda demoqrafik partlayış düzgündür. Yaşlı əhalinin payının çox olması bu birinci tipə aiddir, yanlışdır. Yalansız urbanizasiya düzgündür. Birinci tipdə olacaq suburbanizasiya. Düzgün cavab 2, 4 və 6. D. 15-də qeyd olunur ki, inkişaf etmiş ölkələrdə baş verən demoqrafik proseslərin məntiqi ardıcıllığı. Bu ölkələrdə ilk olaraq, baxın, qeyd edə bilərik ki, qadınların gec evlənməsi, qadınlar əməyə cəlb olunur və nikah yaşı artır. 3. Daha sonra nə baş verəcək? Deməli, baxın, doğulanların sayı azalacaq. 2. İşçi qüvvəsi çatışmazlığı yaranacaq. 5. Düzdürmü? İmmiqrantların sayı artacaq. Bəli. 1, yəni ölkəyə gələnlərin. Və nə olacaq? Milli tərkib dəyişəcək. 4, 3, 2, 5, 1. Düzgün cavab 15-də C. 16-da qeyd olunur, Respublikamızda əhalinin sıxlığı hər kilometr kvadratda 2 nəfər artmışdırsa, əhalinin sayı neçə nəfər olar? Biz bilirik ki, bunun üçün əhalinin sahəsini, daha doğrusu əhalinin sayını bölməliyik ölkənin sahəsini. Ümumiyyətlə, Azərbaycanda orta sıxlıq 117-dir, düzdürmü? 117 nəfər. Gəlin biz buna əsasən əhalinin sayını tapaq və daha sonra isə 2 nəfəri üzərinə gəlib yenidən tapaq və fərqini tapmaqla bunların biz bunun düzgün cavabını tapacağıq. Nə etməliyik? 117-ni vurmalıyıq əraziyə 86,6 minə. 86,6 minə deməli 117-ni vurduğumuz zaman bu edəcək deməli bir saniyə
Aha. Deməli 117 vurulsun 86,6. Aha. Bu edəcək 10.000, 132.200 nəfər. Baxın. 10.000, 132.200 nəfər. Düzdürmü? Aha. İndi bizə deyir ki, 2 nəfər artıb, yəni olub 119 nəfər. İndi gəlin 119 nəfərlə hesablayaq. Yəni 119-u vuraq 86,6-ya. 86,6 milyon. Bu da edəcək 10.305.400 nəfər. 10.305.400 nəfər. Və biz nə etməliyik? Bunların fərqini tapmaqla düzgün cavabı tapmış olarıq. 10.305.400 nəfərdən də 10.132.200 nəfər çıxdığımız zaman qalacaq 173.200 nəfər. Yəni düzgün cavab olacaq E. Aydın oldu məsələnin izahı, ardıcıllığı. İlk öncə biz əhalinin sayını 117 nəfərlə tapanda, çünki bilirik ki, Azərbaycanda sıxlıq 117 nəfərdir. Sahəyə vurduq, tapdıq Azərbaycanın əhalisinin sayını. Daha sonra isə 2 nəfər artırdıq, yenidən əhalinin sayını tapdıq və bunların arasındakı fərq olacaq bu sualın düzgün cavabı. Yəni E. 17-də qeyd olunur xəritə sxemdə 1 və 2. Baxın, Qazaxıstan və Türkiyə. Aha. Ölkələri 3 və 4 rəqəmləri ilə göstərilən ölkələrdən fərqləndirən cəhətlər. 3 olacaq Özbəkistan, 4 olacaq Qırğızıstan. Ərazisi 2 qitədə yerləşəcək, bəli, 1-2-ni. 1-2-ni üst 4-dən, bəli, deməli, bax, 1-i götürərik. Çünki Türkiyədə, Qazaxıstanda həm Avropa, həm Asiyaya düşür. Əhalisi türk dil qrupunun eyni qoluna daxildir, bu doğrudur. Hamısında qara metallurgiyanın inkişafı üçün yerli xammal bazasına Qazaxıstan, Türkiyədə, baxın, əsasən biz qeyd edirdik, daş kömür, dəmir filizi və digər ehtiyatlar daha çoxdur, deməli 3-də olar. Çayları həm daxili xaric sistemində Dünya okeanı hövzəsinə aiddir. Bəli, bu hər ikisinə aid olacaq. Həm Qazaxıstan, həm Türkiyənin çayları həm daxili hövzə, deməli, aiddir nəyə? Dünya okeanına. Məsələn, misal çəkək, Türkiyədən Dəzləfərət çayı tökülür İran körfəzinə, Hind okeanına, Dünya okeanına, həm daxili xaric hövzəsi var. Deməli, Qazaxıstan ərazisindən nə olacaq? Hansı çaylar? Biz qeyd etmişdik ki, Irtış çayı, Işım çayı bu ərazilərdən Şimal Buzlu okeanına tökülür və bu da Ob çayının qollarıdır. Deməli, Qazaxıstanın da Dünya okeanına tökülən çayları mövcuddur. Aha, 1, 3 və 4. Yüngül sənaye ümumidir, 2 iqlim qurşağında uyğun olmaz. 1, 3, 4. Düzgün cavab olacaq 17-ci sualda B. 18-də qeyd olunur müvafiq olaraq Atlantik, Hind və Sakit okean hövzələrinə aid olan iri liman şəhərləri. İstanbul, Mumbai, San Francisco. Bəli, elə baxın, A. Atlantikdə İstanbul, Hinddə Mumbai, Sakit okeanda San Francisco. Deməli, baxın, B-də London, Osaka olmaz, Sakitə düşər. C-də New York, Rio de Janeiro, Atlantika düşər. D-də Chicago, Sankt Peterburg, Hində düşməz. Y-də İskəndəriyə, Atlantika, Los Angeles, Sakitə. Onun üçün daha doğrusu Sakitə, Wellington isə deməli, bir saniyə, Atlantik, Hind və Sakit. İskəndəriyə, Atlantika düşür. Aha, Los Angeles burada düşəcək, Sakit okeanı. Burada isə Hind verilir. Deməli, Y-də səhv olacaq. D-də, C-də, B-də. 18-də düzgün cavab A. 19-da deyir, xəritə sxemdə göstərilmiş iqtisadi rayonlar üçün ümumi əlamətlər. Şəki-Zaqatala, deməli, Qazax Tovuz, iqtisadi rayonlar üçün ümumi əlamətlər. Aha, və deməli, bu əraziyə də uyğun gələcək. Deməli, hansı ərazi? Bir saniyə, flis faydalı qazıntılara malikdir. Aha, deməli, Şəki-Zaqatala, Qazax Tovuz və Qarabağ. Yox, bir dəqiqə, burada iqtisadi rayonlar deyirəm. Burada iqtisadi rayonlar verilməyib, baxın. Burada qeyd olunan, deməli, uyğun gəlmir axınızı. Hə, 2 Şərqi Zəngəzur. Aha, bəli, 2 Şərqi Zəngəzur olacaq, 3 Qazax Tovuz, 1 Şəki, deməli, Zaqatala.
Deməli, qeyd olunur ki, filiz faydalı qazıntılara malikdir. Bəli, bu hər üçündə olacaq. 2. Urbanizasiyanın səviyyəsi yüksəkdir, uyğun gəlməz. Yayıq dağlarla malikdir. Bəli, hər üçündə olacaq. 2. Xarici ölkə ilə, bəli, baxın, Gürcüstan, Ermənistanla Qazax Tovuz, Ermənistan İranla Şərqi Zəngəzur, Gürcüstan Rusiya ilə Şəki-Zaqatala. Deməli, 4 düzgündür. Milli tərkib mürəkkəbdir. Qazax Tovuzda yeşicinizdə əsasən sıx dəmir yolu şəbəkəsinə malik olmaz, dağlıq relyef üstünlüyü təşkil etdiyi üçün. 1, 3, 4 düzgün cavab olacaq D. 20-də qeyd olunur ki, ümummilli məhsulun dəyərinin ümumdaxili məhsuldan çox olmasının səbəbi. Baxın, ümummilli məhsulu nə idi? Ölkənin həm daxilində, həm xaricdə ölkəyə aid olan şirkətlər ümumdaxili məhsul üçün ölkənin daxilində həm ölkənin, həm xarici şirkətlərin çox olması. Ümumdaxili məhsulun çox olmasının səbəbi olardı xarici şirkətlərin ölkəyə investisiya qoyulması. Baxın, elə adı olduğu kimi. Amma ümummilli məhsul daha çoxdursa, deməli bu ölkənin şirkətləri xaricdə daha çox iş görür. Bu da transmilli şirkətlərin fəaliyyətinə, korporasiyaların fəaliyyətinə aid olacaq. Yəni D. 21-ci sualda qeyd olunur ki, burada silinib, mən sizin üçün qeyd edirəm, Respublikamızın yüngül sənayesinin inkişafını təmin edir. Ucuz xammal idxalı xeyr. Xammal əsasən ölkə ərazisində mövcuddur. Kiçik qüvvəsinin çox olması, bəli, əsasən qeyd etmişdik, yüngül sənaye kiçik qüvvəsinin çox olması ilə fərqlənəcək. İqtisadi coğrafi mövqeyinə əlaqəsi yoxdur. Təbii ki, böyük həcmdə tələbat da olacaq və böyük enerji imkanlarına ehtiyac yoxdur. Geniş xammal bazası da mövcuddur. 2, 4, 6. Düzgün cavab 21-ci sualda B. 22-də isə qeyd olunur, bir çox inkişaf etməkdə olan ölkələrdə əhalinin əsas hissəsi kənd təsərrüfatında çalışsa da, bu sahənin məhsullarının həm ixal edilməsinin, həm də ixal edilməsinin əsas səbəbi. Çünki bu ölkələrdə inkişaf etməkdə olan ölkələrdə əsasən kənd təsərrüfatı ekstensiv şəkildə inkişaf edir və məhsuldarlıq da aşağı olur. Onun üçün bu ölkələr həm də kənd təsərrüfatı məhsullarını ixal edirlər. Deməli, baxın, elə uyğun gələcək E variantına. Kənd təsərrüfatının ekstensiv inkişafı və aşağı məhsuldarlıq. Düzgün cavab E. 23-də qeyd olunur ki, artıq keçdik açıq tipli suallara. Azərbaycanda avtomobil yollarının uzunluğu 35% və ya 5810 km Şəki-Zaqatala, Lənkəran, Astara və Quba-Xaçmaz iqtisadi rayonlarının payına düşür. Digər iqtisadi rayonlarda olan avtomobil yollarının ümumi uzunluğunu hesablayın. Deməli, biz digər rayonlarda olan, biz ilk öncə ümumi Azərbaycanın avtomobil yollarının uzunluğunu hesablayaq. Necə? Baxın, qeyd etdiyi burada nə? 5810 km oldu. Neçə faiz? 35%. Bəs 100%? Bəs 100% neçə kilometr olar? Aha. Biz burada tənasübü həll etdiyimiz zaman x-i taparıq. Deməli, x-i taparıq nə qədər? 16600. Deməli, 16600 km Azərbaycanda olan ümumi dəmir yollarının uzunluğudur. Və biz bundan çıxmalıyıq. Baxın, bu 3 iqtisadi rayonda olan dəmir yollarının ümumi uzunluğu. Yəni 5810 km. 16600 km-dən 5810 km çıxdığımız zaman da qalacaq, deməli, 10.000, qeyd edirəm burada, 10.719 km. Aydın oldu. Düzgün cavab 23-də 10.719 km. 24-cü sualda qeyd olunur, xəritə sxemdə rəqəmlərə verilən ərazilər üçün ümumi əlamətlər. Baxın, görə bilərik ki, bu ərazilər tropiklərin bir şimal, qalanları cənub tropiklərinin kəsdiyi ərazilərdir. Bu ərazilər quraq ərazilər olacaq. Bu ərazilərdə enən hava axınları olacaq, yağıntılar az olacaq. Baxın, sahillərindən soyuq okean cərəyanları keçəcək həm 4-ünün də. Gəlin cavab variantlarına baxaq. Enən hava axınları. Baxın, birdə enən hava axınları deyir üstünlüyü təşkil edir. Bəli, bu düzgündür. Havanın rütubət tutumu çox aşağıdır. Xeyr, bu uyğun olmaz. Buxarlanma ilə buxarlanma arasında fərq böyükdür. İllik temperatur amplitudu sütqaq amplituddan böyükdür. Xeyr, əksinə sütqaq amplitudu daha böyükdür. Havanın nisbi rütubəti və buxarlanma qabiliyyəti yüksəkdir. Xeyr, aşağı olacaq. Soyuq okean cərəyanları, baxın, bunu da qeyd etdik. Deməli olacaq 24-cü sualda düzgün cavablar 1, 3 və 6.
Daha doğrusu 24-cü sualda. Keçək 25-ci suala. Burada qeyd olunur okean cərəyanlarına aid olmayan xüsusiyyətlər. Daimi küləklərin təsirindən yaranır, bəli. Suyun şaquli hərəkətidir, xeyr, suyun üfüqi hərəkətidir. Yəni 3-də yanlışdır. Coğrafi enliklər arasında suyun temperaturu və duzluluğu tənzimlənir, bəli. İstiqaməti dəyişir, istiqamətləri dəyişir. Okean cərəyanlarının, xeyr, bu da yanlışdır. Bu da aid olmayandır. Estuariyaların yaranmasına səbəb olur, bəli. Deməli, aid olmayanlar olacaq təkcə 2 ilə 5. 26-cı sualda qeyd olunur, mənsəbi okean olan çayın mənbəyində atmosfer təzyiqi 520 mm civə sütunu. Uzunluğu 3600 km-dir. Bu çay üçün səciyyəvi olan əlamətlər. Mənsəbi okean səviyyəsindədir. Deməli, burada atmosfer təzyiqi 760 mm civə sütunudur. Normal atmosfer təzyiqi. Mənbəyində isə 520. Bunların arasındakı fərqi tapaq. 760-dan 520-ni çıxaq. Bu da qalacaq 240. 240 mm civə sütununu çevirək hündürlüyə, vurmalıyıq ona. Bu da edəcək 2400 metr. Çayın uzunluğu nə qədərdir? 3600. Biz burada çayın sıxlığını tapmaq üçün nə edərik? Daha doğrusu, çayın meylliliyini tapmaq üçün nə edərik? Bölərik 3600-ə. Yəni, düşmə bölünsün uzunluq. X bərabər olacaq 0,6. Deməli, bu düzənlik saydır, meylliliyi azdır. Akkumulyativ fəaliyyət üstünlüyü təşkil edir. Bəli, düzənlik çaylarında bu uyğundur. Nəqliyyat imkanları genişdir. Bəli, düzənlik çay olduğu üçün əsasən geniş olacaq. Dağ çayı deyil, şəlalə yaranmaz. U şəkilli dərə, bəli. Biz deyirdik, düzənlik çaylarında əsasən U şəkilli dərə, dağ çaylarında V şəkilli dərədir. Mənbəyi ilə mənsəbi arasında temperatur fərqi 20 dərəcədən deməli, çoxdur. Mənbəyi ilə mənsəbi arasında 20 dərəcədən çox olmaz axı. Baxın, 2400-dürsə, 2400 metr olacaq. Deməli, 12-15 dərəcədən belə az olacaq. Deməli, bu da yanlışdır. 1, 2 və 5. 1, 2 və 5 olacaq 26-cı sualın düzgün cavabı. 27-də qeyd olunur, uyğunluğu müəyyən edin. Aha, ölkələr verilib hansı regionlara aid olduğu soruşulur. Cənub-Qərbi Asiya, Cənub-Şərqi Asiya, Cənubi Asiya. Pakistan aid olacaq Cənubi Asiyaya A. Türkiyə Cənub-Qərbi Asiyaya B. Bangladeş Cənubi Asiyaya C. Tayland Cənub-Şərqi Asiyaya D. Birləşmiş Ərəb Əmirlikləri də Cənub-Qərbi Asiyaya Y. 1B, Y, 2D və 3AC. Açıq tipli sualları da yekunlaşdırdıq. İndi keçək situasiya tipli tapşırıqların deməli, izahına. Aha. Qeyd olunur ki, ot bitkilərinin üstünlük təşkil etdiyi təbii zonalar bir-birindən fərqli iqlim şəraitində formalaşmışdır. Müxtəlif adlarla adlandırılır. Bu təbii zonalarda pambıq, şəkər qamışı, şəkər çuğunduru, qəhvə, kartof, buğda və sair kənd təsərrüfatı bitkiləri yetişdirilir. Aha. İndi qeyd edir ki, mətnə əsasən cədvəli tamamlayın. Baxın, bu ərazilər bunların hamısında Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Avstraliyada olacaq subekvatorialda savannalar. Baş hərfini yazıram, daha tam yazmıram. Savannalar. Savannaların yayıldığı ərazilərdir. Baxın, tropikdə olacaq Şimali Amerikada savanna, Cənubi Amerika savanna və Avstraliyada savannalar. Subtropikdə uyğun gələcək yenə Avstraliyada savannalar. Subtropikdə uyğun gələcək Avrasiyada deməli çöllər. Şimali Amerikada bu adlanır prerilər. Cənubi Amerikada bu adlanır pampalar. Mülayimdə isə Avrasiyada bu olacaq çöllər. Və Şimali Amerikada olacaq müvafiq olaraq prerilər. Yəni, Şimali Amerikada çölləri biz preri olaraq adlandırırıq. Aydın oldu. Keçirik 29-cu suala. Qeyd olunur, mətnə əsasən müəyyən etdiyiniz təbii zonalara uyğun gələn məntəqələri müəyyən edin. Yəni, savannalara, çöllərə, prerilərə və pampalara. Baxın, savannalara gəlin, görək hansılar uyğun gələcək. Savannalara uyğun gələr 5, Braziliya yaylasında və 7 Afrikada. Savanna olacaq 5, 7. Daha sonra, baxın, qeyd edək çölləri. Çöllər uyğun gələcək 1-ə,
Şərqi Avropada və 2-yə Qazaxıstan-Rusiya sərhədində. Çöllərə uyğun gələcək 1 və 2, prerilərə uyğun gələcək 3, pampalara uyğun gələcək 4. Yəni Cənubi Amerika. Keçək 30-cu suala. Qeyd olunur ki, 30-cu sualda mətndə yazılmış kənd təsərrüfatı bitkilərini təbii zonalara əsasən qruplaşdırın. Hər təbii zonalara aid nümunə yazın. Məsələn, biz savannalara misal çəkə bilərik. Nəyə? Tutaq ki, şəkər qamışı, qəhvə və yaxud pambıq. Daha sonra biz çöllərə misal çəkə bilərik. Çöllərdə əsasən kartof, yenə buğda, şəkər çuğunduru. Prerilərə biz əsasən misal çəkirik. Yenə kartofu, buğdanı, pambığı, Şimali Amerikada, yəni pampada, Cənubi Amerikada isə bu əsasən olacaq taxılçılıq, yəni buğda. Deməli, 11-ci sınaq testinin də, ümumi sınaq testinin də sonuna gəlib çatdıq. Ümid edirik ki, izahımız sizin üçün faydalı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.